Salam dostlar. Rado Studio Delphi 2010 dərslərimiz davam edir. Demişdik ki, dəyişənləri öyrənəcək. Mən təkrar bir şey nəzərinizə çatdırmaq istəyirəm. Biz dəyişənlər və başqa dərsləri bir neçə əməliyyatları bir dərsin içində öyrənəcək. Mən qeyd etdiyim kimi. Çünki mən təməllərin üstündə çox dayanmaq istəmirəm, çox ona vaxt aparmaq istəmirəm. Bizim təməllərdən dərslərimiz olub. Delphinin təməlləri haqqında, əsas kodlama haqqında maraqlansaz evdekurs.az saytına baxa bilərsiniz. Bu dərsləri çəkməyimin əsas məqsədi geniş proyektlərin necə Delphidə istifadə olunduğunu göstərməkdir. Rado studiomuzu açaq. Rado studiomuz açıldı. File, New, Visual Form Application Delphi deyib bir form açdıq. Mən bir buton qoyacağım bura və on-click hadisəsində yazacağım. İlk videomuzda mən göstərmişdim sizlərə ki, qlobal dəyişən var, form 1-i tanıdan və dəyişənləri tanıtdırılması, yazılması üçün mütləq var sözü istifadə olunmalıdır. Variable sözündən götürülüb, qısaldılıb və var kəlməmiz, sözümüz mütləq begindən əvvəl yazılmalıdır. Yəni, beginin altında var yazmaq olmaz. Biz var deyək. Var yazdığımız sözün altında artıq dəyişən kəlməni burada göstərəcək və onun tipini göstərəcək. Bir dəyişkən rəqəmlə başlaya bilməz və hansısa işarə ilə başlaya bilməz. Mütləq yazı olmalıdır və bu yazıların da içində seçilmiş sözlər ki var, onlar yazmaq olmaz. Biz o sözləri yazanda yazılan kod strukturu kimi qalınlaşır. Artıq bəzi kəlmələr var ki, o kəlmələri də dəyişən yazanda xətalar verir. Amma simvolları, rəqəmləri söz içində istifadə eləmək və yaxud da sonunda istifadə eləmək olar. Məsələn, hər hansı bir dəyişən adı tanımlayaq. Məsələn, söz deyək, sonunda 6 yazaq. Mən bura bir dəyişən tanımlasam xəta verməz. Amma 6 yazıb söz desəm xəta verər. Yəni, rəqəm və simvollarla başlaya bilməz. Mütləq dəyişənlər sözlə başlamalıdır. İçində, arasında, sonunda rəqəm istifadə eləmək olar. Dəyişən tipləri çoxdur. Bunların hamısını bir-bir mən sizə göstərmək istəmirəm. Yeri gəldikcə söz, string, rəqəm integer, açıq, bağlı, belə deyək, hətta. Gördüyünüz kimi mən simvol istifadə edə bilirəm içində. Açıq, bağlı, boolean, tarix, date, vaxt, time, time və s. dəyişənlərimiz var. Bunların nə üçün olduğunu desəz, burada yazı tipi, tiplərin, say tipi,
Boolean bizə false true dəyərini döndürür. False true yazıram. Qarşısında da şey yazaq bunun. Açıq bağlı yazmışdım mən. False true yəni başqa cür də istifadə eləmək olar. Yəni o cür də başqa cür tərcümə etmək olar, amma mən ən qısa yolu açıq bağlı deyə yazdım. Tarix, vaxt. Əslində normalda vaxt burada time olmalıdır, amma date ola bilər bu. Fərqi eləməz. Dəyişən tipləri həddindən artıq çoxdur və bunların izahları var. Stringin başqa ölçüləri var, white string. Integer'in başqa variantı var. Məsələn, bir-iki izahlama verək. Minus 128 plus 128'ə qədər tam sayıdır. Tam sayı deyək. Ancaq burada biz gələcəkdə istifadə edəcəyimiz vergüllü rəqəmlər olacaq. Pul vahidi və ya başqa vergüllü rəqəmlər. Bunların vergüllü yazaq ya da vahid yazaq. Vahid dəyişəni çox ola bilər. Dubla ola bilər. Nəticə döndürə bilər. Amma bunun yolu var. Və tiplərə uyğun dönüşümlər var. İndi biz hamısını bir yerdə öyrənəcəyik. Bunu bir yerə qeyd eləyin. Biz başqa dəyişənləri də, dəyişən tiplərini də görəcəyik, istifadə elədikcə öyrənəcəyik və mən onları sizə izah eləyəcəm nə üçündür. Çünki rastlanmamış dəyişən tipləri var ki, onların nə olduğunu bilməyə bilərsiniz. Mən onları göstərəcəm. İndi mən sadəcə qısa bir əməliyyat göstərmək istəyirəm. Söz deyək, elə sözdən başlayaq. Söz string. Bu sözə nə atayaq? Məsələn üçün, söz artıq bizim declaration'da var. Söz olsun belə olsun və bunu biz mesajla göstərək. Bura söz yazsaq, artıq biz onu mesajla görəcəyik. Ton dedim, Nahid Həbibov gəldi. Əlbəttə ki, bu dəyişənin içində başqa şey də ola bilər. Məsələn, belə də yazsaq, onu görəcəyik. Və yaxud da bunun başqa yolları da var. İnkişaf elətdirdikcə öyrənəcəyik. Mən əvvəlcə bir şey görsəl olsun. Məsələn, edit qutusunun içində yazılan yazını biz göstərək, amma dəyişənlə göstərək. Əlbəttə, biz burada nəzərinizə çatdırım ki, kodların çoxu propertiyə cərəyan edir və propertidə əslində açıq-açıq hamısını göstərir. Biz buradan yola çıxa bilərik. Bəzi kodları, məsələn, deyək ki, buttonumuz var. Buttonun caption bölümü var. Bu captionda biz butona isim veririk. İsmi verəndən sonra başqa yerdə bu butonun ismini dəyişdirmək lazım olar. Gördüyümüz kimi caption özəlliyi burada olduğuna görə Forum 1-in captionını çağırıb ona istənilən bir adı vermək olar. Yəni, məqsədim odur ki, bütün əməliyyatların çoxusu propertisin içində yerləşir və siz yazmaq üçün bir balaca məntiq səy göstərsəz, avtomatik olaraq hamısını görəcəksiniz burada və o yazım düzümünü özünüz yazıb ortaya çıxardacaqsınız. Bildiyimiz kimi edit text box butonudur, içinə mətin yazılır. Hər hansı əmri və yaxud da ki, hər hansı bir yazımı harasa əlavə eləməyə və yaxud da ki, hər hansı bir məqsədlə istifadə eləmək üçün text bölməsinə yazılır. Textinə biz nə yazsaq, bu çıxacaq, ora çıxacaq. Deməli, biz əgər edit bir properties yarpağında text bölümü var. Deməli, edit 1-in text funksiyası var. Göstərdə mən show message yazmışam bura. Məsələn, mən burada edit 1 text yazsam, bunun bizə avtomatik olaraq textində yazılan
yazını göstərəcək. Məsələn, desəm, avtomatik bunu göstərəcək və yaxud da ki, radcoder deyim ya da fərq etməz. Nə yazsam onu göstərəcək. Amma biz bunu birbaşa deyil də dəyişənlərlə göstərək. Mən yenidən bura söz dəyişənimə əlavə edirəm və gördüyümüz kimi burada nə var? Söz dəyişəni yaratmışıq və bu söz dəyişənini edit textə eşitləyək, yəni bərabərləşdirək. Avtomatik olaraq bizə nə döndürəcək? Editin içində olanı söz dəyişəninə atayacaq və mesajımız da söz dəyişənini çağırdığına görə editin içində olan yazı görünəcək. Məsələn, Rad Studio videolu dərslər deyək və klikləyək. Gördüyümüz kimi Rad Studio videolu dərslər çıxdı. Avtomatik olaraq bizdən söz dəyişənimiz edit qutusunun içində olan yazını aldı və mesajın içində göstərdi. Çox asandır.